WhatsApp mesaj proqramını necə yükləmək, necə aktivləşdirmək və necə istifadə etmək lazımdır, onu göstərəcəyik. İlk öncə toplu mesaj.az veb saytına daxil oluruq. Olduğumuz təqdirdə burada bu hissədə macOS və Windows üçün yükləyə bilirik. Biz hal-hazırda Windows əməliyyat sistemi istifadə edirik deyə Windows'u yükləyəcəyik. Gəlin yükləyək. Proqram yükləndikdən sonra gəlin onu folderda açaq və run edək. Burada bizə belə bir mesaj gələcək. Burada more info-nu tıklayırıq və run anyway düyməsini tıklayırıq. Açıldı. Bu sizin proqramınızın xüsusi kodudur. Bunu kopyalayırsınız. Daha sonra get license tıklayırsınız. Bu hissədə biz artıq proqramı aktivləşdiririk. Buraya öz nömrənizi yazın və neçə aylıq istifadə etmək istəyirsinizsə onu qeyd edin. Neçə hesab sayılacaq, yəni neçə WhatsApp biznes nömrəsindən istifadə edəcəyik, tam ki 3. Ödənişimiz 2 ay və 3 akant üçün 80 AZN olacaq. İndi ödəniş et düyməsini tıklayaq və biz bu səhifəyə gələcəyik. İndi isə gəlin kart məlumatlarımızı qeyd edək və ödənişimizi tamamlayaq. Və beləliklə biz lisenziya kodunu əldə etdik. Burada kopyalayın düyməsini tıklayırıq. Özümüz üçün kənara bir yerə də save eləyə bilərik. Yaddaşda saxlaya bilərik. X-i tıklayaq və lisenziya hissəsinə bunu kopyalayaq. Daha sonra submit düyməsini tıklayırıq və proqram bizim üçün 3 WhatsApp nömrəsi əlavə edəcək bura və 2 ay müddətində aktiv olacaq. Yükləmə və aktivləşmə hissəsini bitirdik. İndi isə gəlin keçək ki, necə istifadə edəcəyik, hansı imkanlar var burada. Proqramdan istifadə etmək üçün ilkin addım Manage Accounts hissəsinə nömrəmizi əlavə edərək daha sonra qoşmaqdır. Mən buraya nömrəni əlavə edim. Add New Account-ı tıklayaraq. Qoşulduqdan sonra silə bilməyəcəyik. Gəlin qoşulaq. İki cür yolumuz var burada. QR kod ilə həmişə istifadə olunan və pairing kod var. Nə vaxt ki telefon sizdən uzaqdadır, o zaman bundan istifadə edə bilərsiniz. 6 rəqəmli şifrəni buraya yazırsınız. Gəlin QR kod ilə davam edək. Və bunu skan edək telefonumuzda. Əla. Artıq qoşulduq bu nömrəyə. İndi isə burada bizim mesaj template'lərimiz var. Yəni bir neçə mesaj şablonlarımız ola bilir. Buradan əlavə edirik həmin şablonları. Upload Excel. Buradan Excel'imizi əlavə edə bilirik. Download Sample Excel etməklə görə bilərik ki, hansı formatda olmalıdır. Onu da göstərəcəm sizə əlbəttə ki. Buradan delete list eləyə bilərik. Yenidən Upload Excel eləyə bilərik. Və burada nümunə adlar və bizim nömrəmiz, eyni nömrəni yazmışıq buraya. Gəlin indi bir neçə mesajı buraya qeyd edək. Buraya tekstimizi əlavə edirik. Add text'i tıklayırıq. Buraya gəlir. Birini də əlavə edək. Burada bir funksiyonallığı sizə göstərmək istəyirəm. Burada pasientlərimiz sözünü silirəm. 2 mötərizə belə, 2 mötərizə də belə qoyuram. Və buraya bu kolumn adını yazıram. Name. Buraya name yazdığım halda bu nömrəyə göndərəndə bunun daxilindəki ad soyadı bura gətirib yazacaq. Hörmətli Kənan Əliyev, hörmətli Qara Nazimov və yaxud da ki, hörmətli Aynur Mehdiyeva.
add text etdim. Əla. İndi isə gəlin göndərək mesajlarımızı. Start campaign eləyirik. Hansını istəyiriksə, tutalım, bunu da istəyirik, bunu da istəyirik. Bu mesajdan da getsin, bu mesajdan da getsin. Və proqram özü bunu yarı yarıya böləcək. Start düyməsini tıklayıram. Və proses başlayır. Və bu proses getdiyi müddətdə də WhatsApp-ınıza mobil telefonunuzdan baxa bilərsiniz. Orada gedən mesajları görə bilərsiniz. Və siz daha sonra bu mesajları silə bilərsiniz. Buraya şəkil əlavə edə bilərsiniz, başqa tekst əlavə edə bilərsiniz, başqa nömrələr əlavə edə bilərsiniz və start campaign etməklə mesajlarınızı göndərə bilirsiniz. Mesaj göndərilməyində heç bir limit yoxdur. Sadəcə sizə başqa bir PDF faylda göndərilir ki, hər hansısa bir spam və yaxud da ki, başqa bir problem olmasın. Olduğu təqdirdə də nələr etməlisiniz? Təşəkkürlər.